O, yerə göyə sığmayan enerjisini, insanlarla paylaşmağa hazır olduğu zərif duyğularını, həyatda cavab tapmağa çalışdığı suallarını götürüb əvvəl-axır səhnəyə Pənah gətirəcəkdi. Gəncədə yaşayan Pənahovlar ailəsində isə 2 qat bayramdır. Qızları olacaqdı. Adı artıq hazır idi. Amalya. Atası gözləri alışıb yanan gözəl qızına Şillerinin qəhrəmanının adını qoymasınmı? Bu gözəl çöhrənin, zərif vücudun, titrək səsin ünvanı artıq məlum idi. Böyük səhnə. Məktəbli Amalya Nizami yurdundan Küləklər şəhərinə köçəndə sənət eşqi də onunla birlikdə gəlmişdi əlbəttə ki. Əvvəlcə Bənövşə uşaq xorunu tapdı. Titrək səsini aləmə yaydı. Sonra, yəni hələ məktəbi bitirməmiş, teatr institutuna gəlib, rejissor Adil İskəndərovun sinfində azad dinləyici kimi oturanda aktrisa olmaq qərarını verdi. Geri boylananda yaxşı ki deməmək mümkün deyil. Yaxşı ki, o teatr institutunu seçdi. Yaxşı ki, Adil İskəndərovun kursunda oxudu. Yaxşı ki, Tofiq Kazımov onu gördü. Vaxt, vədə yetişmişdi. İlahi, Amalya xanım üçün yazdığı taleyin 2-ci pərdəsini qaldırdı. Akademik Milli Dram Teatrının səhnəsində 1964-cü ilin 14 noyabrında görkəmli rejissor Tofiq Kazımovun xeyir-duası, dramaturq İlyas Əfəndiyevin imzası ilə 2-ci kurs tələbəsi olan Amalya Pənahova "Sən həmişə mənimləsən" dedi. Mənim məhəbbətim əbədiyyətə qovuşmuşdur. Mən onun sabitliyini, gözəlliyini, əbədiliyini heç bir zaman bu qədər aydın hiss etməmişəm. Və nə yaxşı da dedi. Yoxsa səhnəmizin Xumarı, Firəngizi, Ayqızı, Ofelyası, Nərmini, Pərisi, Şahnazı, Natəvanı, Aynuru, Larisası, Tomrisi kim olacaqdı? Kimin bəxtə daha çox gətirmişdi? Aktyor öz dramaturqunu tapmışdı, yoxsa dramaturq öz aktyorunu? İllər sonra bunu dəyərləndirmək çətindir. Teatra və tamaşaçıya nəticə lazım idi. O da möhtəşəmdir. İlyas Əfəndiyev, Mənim günahımı, Mahnı dağlarda qaldını, Billur Saraydanı, Şeyx Xiyabanini, Xurşudbanu Natəvanı məhz Amalya Pənahovanın bəstə boyuna, titrək səsinə, şaqraq gülüşünə, sadəcə tərəf müqabillərinin deyil, hər bir dekoru canlanmağa məcbur edən səhnə temperamentinin üstünə ölçüb biçmişdi. Aktyor o vaxt xoşbaxtdır ki, o hələ sənətə lazımdır və hələ işləyir, öz sözünü tamaşadan tamaşaya deyə bilir. İllər keçir, Amalya Pənahova bitib tükənməz enerji ilə qadın talihlərinə sevə-sevə, ağlaya-ağlaya, gülə-gülə can verir, ruh verirdi. Onun istedadı janr tanımırdı. Çünki səhnə onun üçün duyğularını sərbəst şəkildə ifadə edə bildiyi sərhədsiz məkan idi. O, yaratdığı xarakterlərin ən gizli qatlarını açmağı, onları tamaşaçıların yaxın dostuna, doğmasına çevirməyi bacarırdı. Onun ifasında təxminəni, Mehri ananı, Medeyanı necə sevməyəsən, teatr Amalya xanıma sən həmişə mənimləsən dedi. Kino isə onun ömrünə sualla gəldi. Əhməd haradadır? Görkəmli teatr rejissoru Adil İskəndərov çəkdiyi yeganə filminə sevimli tələbəsini dəvət etməklə tamaşaçını ilk dəfə böyük ekranda Amalya xanımla görüşdürmüşdü. Teatrdakı gərgin iş qrafiki ona kinoda mane olurdu. Lakin kinonu iri plana Amalya Pənahovanı sevirdi. O sərt baxışlar, loybalı təbəssüm, hər obrazın xarakterinə xüsusi çalar gətirən titrək səs böyük ekrandan tamaşaçıya çox şey deyirdi. Babək filmi isə aktrisanın kinoda ən böyük işi oldu. Onun zərni səsi Babəkin taleyini dəyişmiş, onu Xürrəmlərin liderinə çevirmişdi. Zərnisənin xarakteri Amalya xanımın ifasında epizod açılır. Çünki o və yalnız o dedi ki adidan qan içən zalımları məhv edəcək. Başımızın üstündən bu qaranlığı qovacaq. Xalqı, yurdumuzu azad edəcək. Azərbaycan televiziyasında onlarla tamaşaya çəkilən Amalya xanım İlyas Əfəndiyevin Mənim günahım televiziya tamaşasında sadəcə Nurcahanın istirablarını göstərmədi, həm də onun mizanlarını verdi. Tamaşaçı ilk dəfə olaraq teatrda quruluşçu rejissor Amalya Pənahova yazısında gördü. Rejissorluq onun üçün ötəri həvəs ola bilməzdi. O müxtəlif illərdə yazıçı publisist Məmməd Muradın Təkan, yazıçı dramaturq Şıxəli Qurbanova Sənsiz pyesləri əsasında televiziya tamaşalarını çəkməklə Azərbaycan televiziyasının qızıl fondunu zənginləşdirdi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ən bəxtə gətirən gənclər ola bilərlər. Çünki universitetin professor müəllim heyətinin tərkibində sənətşünaslıq elmləri doktoru Amaliya Pənahovanın da adı vardı. Amaliya Pənahova 2000-2005-ci illərdə parlamentdə təkcə Gəncəlilərin deyil, mədəniyyətimizin də səsi oldu. Öz doğma şəhərində sakinlərin problemlərini həll etmək üçün çalışdı. Mədəniyyətlə bağlı qanunların qəbul olunmasında yaxından iştirak etdi. Öz canımızdan keçmeye hazır istek ki sabah Azerbaycan müstakil olsun, sabah bizim torpaqlarımızdan Ermeni işgalçıları çıksın, bizim şehitlerimizin ruhu şad olsun ve qaçqınlarımız öz torpaqlarına qayıtsın. Yaratmaq eşqi, sənətə sonsuz sevgisi ölkəmizin ən çətin dövrlərində belə onu ruhdan salmadı. Amaliya Pənahova həyat yoldaşı, xalq artisti Gülse Muxtarovla birlikdə Bakı Bələdiyyə Teatrını yaratmaqla Azərbaycan mədəniyyətinə böyük bir miras bağışladı. Bakı Bələdiyyə Teatrı, siz bilirsiniz ki, 92-ci ildə olan zərurətdən yarandı. O vaxtı məmləkətdə çox qarışıqlıq vardı, yəni teatrların bir çoxu təmirə dayanmışdı. Biz Amaliya xanımla birlikdə Bakı Bələdiyyə Teatrını yaratmaq qərarına gəldik və teatrın nizamnaməsində də yazılıb ki, teatr döyüşən orduya müntəzəm, mütəmadi və məcani xidmət göstərəcək və bütün bundan yanaşı biz Azərbaycan teatr mədəniyyətini xaricdə geniş mənada təmsil etmək kimi qarşımıza belə bir məqsəd qoyduq. Bu teatr yaş həddinə görə sənətdən uzaqlaşdırılan qocaman sənətkarların, həmçinin səhnədə ilk hövrəl addımlarını atan gənclərin ümid yeri oldu. Bu sənət ocağının bir adı da var, döyüşən teatr. Bakı Bələdiyyə Teatrı səngərdə silah götürmədi, amma əskərlərin ən güclü silahı oldu. Onlara yenilməz ruh, sarsılmaz iradə, vətənə sonsuz sevgi aşıladı. Taliyə bax ki, aktrisanın anın günü müzəffər ordumuzun tariximizə qazandırdığı böyük zəfəri gününə təsadüf edir. Ölümündən 2 il sonra olsa da, bu böyük qələbədə aktrisa, rejissor, müəllim Amaliya Pənahovanın payı da var. İlahinin Amaliya xanım üçün qurduğu tamaşada antrakt olmadı. O bütün taleyini bir nəfəsə oynadı və böyük finalı sürəkli tamaşaçı alqışları ilə başa vurdu. Bu tamaşanın sonunda pərdə enməyəcək. Nə qədər ki, tamaşaçıların qulağında o həyəcanlı səs cingildəyir, demək ki, tamaşa davam edir. Mən təşəkkür eləyirəm öz tamaşaçılarıma, mən təşəkkür eləyirəm öz həmkarlarıma, mən hamınızı səhnəyə dəvət eləyirəm bugün əziyyət çəkənləri. Təşəkkürümü bildirirəm hamınıza, vaxtınızı ayırdınız, bu axşamı mənimlə bölüşdürdünüz. Mənim sevgi etirafımla bir qucaq sevgimi qəbul ediniz.